Salam, hər vaxtın xeyir olsun. Biz növbəti evimizin qazanxanasını yığmağa başlamışıq. Buranın belə desək, sistemini başqa usta tərəfindən çəkilibdir. Gördüyünüz kimi bu cür işləyiblər. Gördüyünüz kimi əzizləyicilər, kombimizi asmışam divarda da, kombimizdə Nobellodur. Xətləri düz vermədiklərinə görə məcburan burada mən pridelf eləyəm. Görürsünüz, dəngə qabını qoymuşam. Kombinin altına çıxışlar verilməməli idi. Aşağıda sadəcə olaraq dəngə qabına uyğun, belə desək, borular çıxmalı idi, durmalı idi. Bax, görürsünüz, padaça yuxarıda olmalı idi, abrat aşağıda, ancaq burada tərsinə qoyublar yerini. Görürsünüz. Dəngə qabına da, belə desək, yuxarıda bizim kollektordur, sonra stepolun padaçasına qoşulmalıdır devriyə motoru. Ona görə düzgündür, burada pridelf eləyəcəm. Videonu axıra qədər izləyin. İnşallah onda görərsiniz. Kombimiz 40 kilovatlıqdır. Bollerdir. Sonra isə bax, bu bollerdə gördüyünüz kimi 2, 4, 6, 7 dənə giriş və çıxışı var. Bu boller tam başqa cürədir, fərqlidir o birisilərdən. Burada da xətləri gətiribdir, soyuq sudur, sanuzellərdir, sanitar qovşandır, isti suların sirkulyasiyasıdır. Burada da gördüyünüz kimi əzizləyicilər kollektoru yığıbdır, orada da 2-4 dənə göz artıq qalıbdır. Bunu niyə belə ev sahibinə ziyan vurursunuz? Bunu kollektor elə qoyun ki, hava çıxardan yeri də qalır. Yəni onlar heç nə qaldı orada artıq dişində. Ev sahibinə ziyan vurmaqdır. Valla belə götürəndə yəni sözün pis çıxmasın. Bu ev sahiblərinə də belə desək günah var. Hamısı ustada olası deyil ki. Bu evi mən gəlib qiymətli, mən danışmışdım. Sadəcə olaraq heç nə orada 5 aşağı 5 yuxarı qiymətdə gətirib başqa suya götürüb. Başqa usta da bax bu günə qoyubdur. Hələ sanuzelləri zat da çox pis bərbad halda deyib, pis gündə işləyiblər. İndi çağırıb ki, usta üzürlü say, heç olmasa qazanxananın özünü yığ ki, qoy bu öz əlindən çıxsın. Mən də dedim əşdə, neyniyək. Videonu axıra qədər izləyin əzizləyicilər. Yığdıqca çəkiliş eləyib paylaşacağım. Baxın, görün ki, nə cür işlənilir. Düzgün sistem nə cür yığılır. Kombinin də bu bacası gəlib buradan çıxacaqdır. Hələlik bu qədər. İnşallah növbəti videolarda paylaşana qədər sizlər də izləməyi unutmayın əzizləyicilər. Sizlər abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun, hələlik bu qədər.